Ramazanda məşq eləmək olar mı yoxsa yox? Əlbəttə ki, olar. Həm çox verilən sualdır. İlk öncə Ramazan ayınız mübarək olsun, onu duanızı qəbul etsin, niyyətinizi qəbul etsin. Ramazan vaxtı məşq əlbəttə ki, seçiləcək. İlk növbədə çalışın məşqiyə iftardan sonra, hansı 1 saat yaxud 2 saat sonra məşq edin. Yaxud səhər, sahurdan sonra rahat məşq edə bilərsiniz. Bunun orta vaxtı biraz çətin olacaq. Bir balaca əziyyət çəkəcəksiniz. Su çoxlu içmək lazımdır. İftar aslandan sonra gecə ərzində su için ki, sonra bədəndəki o regenerasiya məsələsi yerinə düşsün. Ondan savayı çalışın orucu açanda, iftara artıq açanda su ilə, xurma ilə açın ki, bir balaca mədənizə rahatsızlıq verəsiniz, yəni razman kursuna düşməyəsiniz. Bunları düzgün təmin eləsəniz, məşqdə rahat edə bilirsiniz. Məşqdə də çalışın, sparingləri çox ağır keçirməyin. 50 dəqiqə, 1 saatlıq məşq tam olaraq bəs edir. Daha çox texnika üstünə fikir edirəm, ağırlığa girişməyin qətiyyən, çünki Ramazanda bir balaca bədənimizin immuniteti və güc strukturu bir balaca aşağı düşəcək. Hardasa 60%, 70%. Ona görə maksimal ağırla məşq edin. Kim deyirsə ki, Ramazan vaxtı oruç tutarlı məşq edin olmaz, bu belə deyil. Ağırla yanaşsanız hər şey yaxşı olacaq. Və güc qatmaq üçün çalışın, su ilə regenerasiya etmək üçün bir balaca izolat qəbul edin. Elektrolitləri də qəbul edin. Onu da siz bu boda axtarıb bilərsiniz. Sağ olun, yenə də Ramazan mübarək olsun.